İller ötse de yaşlansan da çalış ruhun cavan olsun. Hayatta sıfırdan başlasan da koyma keyfin yaman olsun. Derdi gəmi at elə, arada zarafat elə, kederini mat elə, sen zarafat elə. Her adamın yaşına göre sen zarafat elə. Her yerde başına göre sen zarafat elə. Her adamın yaşına göre sen zarafat elə. Her yerde başına göre sen zarafat elə. Sen zarafat elə. Axşamınız xeyir olsun əziz dostlar. Hoş gəlmişsiniz. Əziz televiziya tamaşaçıları, siz də salamlayırıq. Axşamınız xeyir olsun. Sən zarafat elənin növbəti buraxılışı efirdədir. Keyfimiz necədir? Yaxşıdır. Deməli, ilk səhnəciyimiz haqqında bir məlumat vermək istəyirəm sizə. Çox qeyri-adi bir səhnəci idi. Çox, belə deyək sizə ki, absurd bir fikir içərisində olan bir səhnəci idi. Düşünün ki, başqa bir galaktikadan, Andromedadan bir xanım yer kürəsinə gəlib və sizin alqışlarınızla bu qeyri-adi səhnəciyi göstərmək istəyirik. Mən artıq dünyadayam. Düşdüyüm bölgə Azərbaycan. Azərbaycan dili yüklənir. Azərbaycandayam. Bura çox gözəldir. Burada olduğum üçün çox xoşbəxtəm. Bu nəsə çox rəsm oldu. Dəyiş. Ben nə varacam, gəldim ora düşdüm mənə. Dəyiş qadan olaram. Bu qurduş. Sən niyə belə deyirsən, Dəyiş də abi. Hadi səncə o iyi bunda, dəyiş də. Balamın canından dolsun deyirəm. Aşmayıb da bu maşından. Üstü açıq 06-dan. Dəyiş də. Bu nəsə çox yaxşı oldu. Bu mənə uyğundur. Bu yaxşıdır. Tanış olmaq olar, gözəl. Olar. Tanış olmaq istəmirsən olma, nə qışqırsan az? Ne dedin sen? Dedim tanış olmaq olar. Bu zarafatdır. Kamera takın ardınsa. El eleyim. Targov da kıza dedim tanış olmaq olar, dedi olar. Hara el eleyim. Yo, bu zarafat değil. Tanış olmaq olar. Gel tanış olaq. Mənim adım 225 adı. 225 o? Masazırdan keçirsən. Avtobussan sen 225 ana da. Başa düşmədim. Avtobus nömrəsidir də bu. Bu nə addır belə qoyublar sənə? Nənəmin adıdır. Babamın adı Ikarus ola. Baxma. Gəl özümüzdən danışaq. Bu qədər tez. Danışaq da. Sən bu nə vid var? Şaxta babasan sən. Mənim gəldiyim ölkədə tanış olmaq çox rahat və normal bir şeydir. Xaricisən sən. Demək olar ki, Mən Andromeda galaktikasından, göy planetdən gəlmişəm. Bizim planetdəki çox qızlar gedir başqa planetdən özlərinə yar axtarırlar. O boyda yol gəlmişsən evlənməyə. Bu Andromeda belə masajdan çox uzaqdır. Deməli, olar. Sizin planetdən 2 milyon ışıq ili uzaqlığındadır.
Propkalı ya propkasız? Deməli, üçün Planet 3 var kurgu. Orada elə bir keçirsən, orada biraz propka olur. Oranı keçəndən sonra düz gedirsən, yol açılır. Sizə də üçün kurgu var. Romeyda. Sən onda belə çıxır ki, ərə getməmsən. Yox. Sən evdə qalmamısan, sən Pramoy Galaktikada qalmısan, hə? Çox qəşəng zarafat oldu. Galaktikalar arası zarafat elədim də mən. Sən niyə qulağını turlanıb düşürəsən? Səndən xoşum gəldi ona görə. Sənə nə oldu? Mənim də kimdənsə xoşum gələndə meymuna dönməm. Mən səni aparacağım. Aparacağım nə dağız? Mən bir soruşdum, bəlkə heç nədən məni sağ vermir. Aparacağım, elə də deyil. Heç indi bizdə qadınlar istəmədən getmir. O ki, qaldı kişi. Aparacağım səni, malam mən. Hər nə olur olsun, hansı yolla olur olsun, mən səni aparacağım. Qulaq, oraya başa necə yerdir? Orada çayxana var. Yox. Moyka var. Yox. Əlahda onda bir dənə orada gedib 6 moyka üstü çayxana açaram. Pəh! Adını da qoyaram Tofiqin dünyası. Pəh! Krallar kimi yaşayaram. Amma yox, mamam qoymaz. Mama uşağısan. Sən oradan bilirsən, az o sözü. Bizim planetdə də bütün kişilər mama uşağıydı. Ona görə də bizim planetdəki qızlar gedir başqa planetdən özlərinə yar seçirlər, mama uşağı olmayan. Belə qaçıda zamanatı at çıxartmışsınız. O vaxt Mr. Bean də qaçırdı, belə işıqla zadla. Mən evdəkilərdən xeyir dua almasam, mamamdan, papamdan alınmaz. Amma, təcələ xeyir dua alaq. Amma sən demə də Andromeda, nə bilim, haralardadır, 200 milyon işıq ili zat. Mam deyir ki, öz kəndimizdən, kəsəyimizdən evlənir. Sən desən elə ülkəri arvad. Yaxşı. Yaxşı. Gedək. Qulağını çox tullandırıb düşdürmə, bitər olam. Durun televizor açın, görün nə var, televizor. Aç da, aç. Sən mənə, mən də sənə baxa-baxa oturmuşuq. Mars hazırda yad planetli gəmisi tapıldı. Bölge sakininin gördükləri marağa səbəb oldu. Gəl bura, efirdəyik, gəl bura. Nələr görmüsən, danış. İtləri qovurdu. Pist, pist, pist. Danış, nələr görmüsən? Nə görmüşəm ki mən? Yad planetlər boş qab deyil, değil mi? Canlı efirdəyik. Hə. Deməli, edirdim, dolğa bılıyırdım. Bir də gördüm başımın üstündən bir də böyük bir şey fırlanır. Gəldi bir də dəxilsiz bir də yerdə pasıtqı elədi. Sonra? Sonra gördüm ki, içindən bir nəfər çıxdı. Baxıram, gördüm mənə tanış gəlmir. Qayıtdım, bacı, gördüm cavab vermədi. Xanım, gördüm cavab vermədi. Qardaş, qonmuz. Gördüm, heç baxmıram mən. Dedim, o şeyləginə, o yığışdırıb buradan baş üstündə kamera vardı, cərimə eləyərlər, yazarlar. Çıx ki, hələ buna deyən kimi uçdu getdi. Uçurdu. Kim uçurdu? Demirsən, bəs uçurdu yad planetli. Ay, o özüm əlimdən, hələ belə dedim. Mənə deyir, onun başını buraxır, mənə TikTokda göstərərsin. Sən canlı efirdəsən. De Allah haqqı. Canlı efirdəsən deyirəm sənə. Yaxındır, kadrası var. Gəl. Onların əli televizordan çıxır, yoxsa mailə gəlir. Mən heç nə Tamam, göndərə görmürəm. bilərəm buradan mən bir də. Röya, səni sevirəm mən. Sənin üçün sinema gedirəm. Ölürəm səndən ötürü. Söndürüm mən bunu, çox danışdım. Gələndə sənin üçün növbət, imkan ver sözünüzü deyək, Gələndə sənin üçün növbət gətirəcəm. Öpürəm, davay, sağ ol. Bu yad planetli zat söhbəti, boş söhbətdir. Ona qalanda hamı deyir ki, yer yumrudur. Bəsdir sən Allah. Nəyə bəsdir? Yumru deyil. Yer yumru olmasaydı sənin dayın kafedə içib evə dumudana gelib Afrikaya çıxardı. Deməli ki, düzdür ki, bu düz evə gəlib çıxır da. Ay kişi, Ha. mən buradan belə baxıram, sənin də başın yumru görünür. Amma iki tüppələm düzdür. Başımın içi düzdür. Sən mən başımı bırakı da mən qocalıb getmişəm. Sən oğlundan danış, oğlundan. Hanı, vaxtında sağ dedim evləndirək, bir adam içinə çıxardaq bunda. Evləndirmək lazımdır bunu. Harada heç bir maraqlanmışsan? Yaralı yerimə toxunmadan ha, evlənsəydi heç dərdim olmazdı, mağul başımız qarışardı. Demişəm, əhd eləmişəm. Elə ki, oğlum içəri girdi günlərin bir günündə. Mənə dedi ki, ana evlənirəm, göbək atat oynayacam qabağında. Özüm ölüm. Ana! Evlənirəm! Advatdın xodda! Nə? Nədir?
gəldik, bu günü də gördük. Bu gözəl qızı hardan tapmısan? Niyə ayaqüstə qalıbsınız ki? Açığı heç bilmədim, göydən düşmə oldu. Elə bil. Bu düz dünyanın düz vaxtı bu qızı hardan tapıbsan? Siz elə bilirsiniz, yer kürəsi düzdür? Qızım, sən onsuz da bu evə gəlin gəlirsən bu gün sabahda, indi bilmək olmaz. Sağ indidən deyim ki, yer düzdür. Ümumiyyətlə, hər yer dümbələm düzdür. Bir dənə Bakı-Quba yolundan başlayır. Qalan hər yer dümbələm düzdür. Ayaqsa qalmayın, keçin. Amma mən kosmosdan baxanda yumru görürdüm. Hardan baxanda? Bu Montində kosmosun binaları var. Orada qalır da. 20-ci mərtəbədə elə bil oradan baxanda yumru görür də, park zat. Qızım, kimlərdənsən? Mən 648-in qızıyam. Dədənin adı 648-dir. 648 saylı məktəbin direktorunun qızıdır. Yaxşı da. Baxın sənə, eləmə. Müəllim ailəsidir. Müəllim ailəsidirsə yaxşıdır. Müəllim ailəsidirsə yaxşıdır. Hardadır bə? Valideynləriniz adı hardadır? Valideynlərim bu dünyada deyil. Allah rəhmət. Ölməyiblər. Ha, onda Allah saxlasın, nə deyim? Hardadır? Ölüblər. Bu qəbullana bilmir. Qəbullana bilmir. Bəsdir də. Allah rəhmət eləsin, heç nə. Deyirəm, adam heç ona baxanda deyərdim, bu ölüb. O gün dimdik qabağımda ora gedirdi, bura gedirdi, ora gedirdi, bura gedirdi. Adam heç inana bilmir ölməyinə. Nə danışırsan sən? Qızım, siz harda tanış olmusunuz? Sən bunu hardan tapmısan? Deməli, ulduzlar arası səyahətdən qaydırdı. Ulduz metro stansiyasında elə. Düşdük, boşluqdan ora. Nə danışırsın? Orada Kansaler zavodunun həyəti var, orada elə. Ay bala, ay sənə qurbanım. Qismət belə yerdə deyiblər. Ulduza heç kim düşmür. Nətər bir yerdə düşüb rastlaşıblar. Düşdü də, bir dəfə düşəndə düşür. Düşəndə düşür. Bəs bunun indi bu valideynləriniz adı niyə gəlmədi? Salam aleyküm, axşamınız xeyir. Nətərsə? Nətər danışdım qonşu? Qonşu, yaxşıydı, baxdıq. Amma ağzına gələn danışdın. Ağzına gələ özün danışmısan. İmkan verin, mən də oturum deyib, otururam burada. Ağzına gələ özün danışmısan. Nə vardı o dedim də, özü narahat olmayın. Bu dəqiqə ekspertlər var ha. O uçan boşqabın içərisini araşdırırlar, görə nə çıxaracaqlar orada. Nə? Mən getməliyəm. Ay qızım, indi gəlmirsən, hara tələsirsən? Özdə, mənə elə gəlir ki, bu uçan tarelkanı 100% qadın sürüb. Niyə ki? Yan qapıları cızıq-cızıq idi, belə bir şey. Sən o boyda kosmosda, o boşluqda bunu hara sürtdün? Neyimi? Kosmosun ortasında kometa var idi da, ağzını yığışdıra bilmədim, getdim sürtdüm. Özdə, bir dənə də bir şey gördüm orada. Deməli, bu deyirəm, əgər bunu qadın sürübsə, düzgün sürməyib, düzgün istifadə edilmir. Parpresin qabağın var, hamısının yüzü şeylə, deski quşqalarla, qabağı görmək olmur axı. Kosmosa sən nə qayıracaqsan? Ay bacım, mənim başım çıxmır. Deyən, deyən, bir sən o, belə çəkişdə mən görənmirəm, bax onu. Sən o, o tarelkadan düşən bacısan, o ki gördüyü. Tarelkada bacı olur, küftədir bu. Ben nə olur da? Üç bacı da olmasıdır bu, tarelkadan düşən bacı. SMS gəldi sənə? SMS radar, 18 manat cərimə. Parkingdən gəlib. Siz düz deyirdiniz, gərək orada saxlamazdım. Yazıblar. Mən elə bilirdim, sən yat planetlisən, bilirdim. Nə olar məni öldürmədən, nə olar başıma dönərəm, nə olar məni öldürmədən. Getdi, yat planetdə də. Bu da bizim kimi insandır da. Bundan niyə qorxurlar? Bizim kimi insandır, biraz zəngə qarıb. Yox, mən insan deyiləm, mən yat planetdən gəlmişəm. Yat planetdən gəlibsən? Mən inanmıram. Sən nətər sübut eləyə bilərsən ki, sən yat planetdən gəlmişsən? Əslində mənim sizin kimi insanlardan çox fərqim var. Nə? Məsələn, biri. Birini sizə deyə bilərəm. Elə bir siz düşünə bilərsiniz. Mən onu, sizin düşüncəvizi ətrafa hamıya qulaq astıra bilərəm. Eləmi? Birinci niyə qulaq ası oldu? Qulaq asan ya. Ananın düşüncələri. Yemeği pişirdim, evlerde sildim. Bunu bana nasıl yaparsın Behlül? Natiqin de kızını parkta oğlanla görüpler. Beyaz geceler, beyaz geceler, danıştık ürəkdən dünyalar qədər. Beyaz geceler, beyaz geceler, sirdaş oldu bizə beyaz. Ay, başımı çıpartladı. Ay, sizin beyniniz necə qarışıqdır. Mama,
Sən halal olsun. Sən bu Bəhlüllə Bihtərin arasında bizə də vaxt ayırmısansa, fikirləşmirsən. Çox sağ ol. Yəni övladlar. Həqiqətən halal olsun. Oğlum, mən anayam. Ananın qədrini hər kəs bilməz ay bala. Eləmi? Ana olmaq çətindir. İndi qızım, mən qulaq as gör mənim düşüncəmə nə deyir? Mənim düşüncələrimə qulaq as görüm. Denən görüm düşüncələrimi. Əclaf Keşkoşdan nəfərlərimi öldürdü. O Hüseyni harada tutsam öldürəcəm. Yaşda keçir, qıraqda bir arvad da saxlayanmadım, ölüb gedəcəm. Qıraqda arvad saxlamaq? Qıraqda arvad saxlamağı niyə deyirsən? Sən nə danışırsan, hə? Kim? Sən? Mən kiməm? Otur, dayandım sana, otur. Ya o söhbət sonra eləyər. Nə var bizi kim qoca adamların beynini üçün oxumağa? Oxuya bilirsən bu cavanı oxu görüm. Mən yatdı ortalıq. Oxuyum da. Mən indi bildim. Sən düz... Bu məncə mənim qarnıma qulaq asır. Bu daha çox qarın qırıltısına oxşayır baba, amma... Nə yemişdin ki? Vallahi bu səsdən heç aydınlaşdıramadım. Mən indi dəqiq bildim ki, sən insanların fikrini, düşüncələrini deyə bilirsən. Çünki mən həmişə demişəm ki, bu başı boşdur, bu başının içində heç nə yoxdur. Ay kişi, sən nə danışırsan, bir deyən görüm. Hə. Ay bala, qohum ağrabaları qoyaq bir qırağa. Sən dünyanın gözünü yırtıb, öz planetimizdəki qızları qoyub, yad planetli qızla niyə belə evlənmək istəyirsən? Tapırsan o qızı. Deyirəm, gen qarışdın da mama. O məni tapmayıb, mən onu tapmışam. Sən məni tapmışdın ha, bax bu da o tapıb. Əkiri, deyən görüm ay qızım, sən niyə öz qohum ağrabandan biri ilə evlənməmsən? Bizdə qohum evliliyi qadağandır. Bunlarda da xaloğluya qız vermirlər. Ay, bura bax, gəlin hələ gəlməyib. Gəlin hələ gəlməyib göylə gedir. Baba, başa düşdü onu, cavandı da, beyni qandı. Nə? Deməli sən, mən anan qıraqda dura-dura, yanında dura-dura, bunun tərəfini tutursan, bu qızın tərəfini tutursan. Uzaq yol gəlib də, Andrameda, yandıra qalmış ki, hardadır. Oğlum bunun başını bıraxıyor, bu söhbətlərin hamısını bağlayayım. Mən nəvə istəyirəm, mən nəvə görmək istəyirəm. Onu oğlumuzdan istəyəcəksiniz, məndən yox. Niyə ki? Məndən niyə ki? Çünki bizdə uşaqları kişilər dünyaya gətirir. Bunu mənə deməmişdin ha sən. Ay qızım, sən nə danışırsan? Mən elə şeyə razı ola bilmərəm. Gəl az ol, doksun. Mən razı ola bilmərəm ki, qonum qonşu el aləm desin ki, mənim oğlum hamilədir. Sən nə danışırsan? Baba, elə şeylər demə, də zorla be. Qızım, mən bir şeye başa düşmədim. İndi sən mənim oğlumu aparırsan, düzdürmü? Getdin orada xasiyyət saat tutmadı. Təzdən hamilə bunu üstümüzə qaytaracaqsan. Ay baba. Ay baba, elə şeylər danışma la. Bizdə kişilər... Bizdə uşaq kişilərin burnundan düşür. Keyser olur, yoxsa təbii də olur. O burnundan fırt elib çift söhbəti sizdən gəlir. Qızım. Mən gərək o Andramedada ikisinin doğum yerimi bərkidim ha, baba. Bu çətin iş oldu, bu elə bil biraz. Yox, asan işdir doğmaq. Mən də sən doğmusan baba. Ay kişi, Ha. sən bunlardan bir soruş görüm. Tutaq ki, bu toy oldu. Oğlan toyu Bakıda, qızın toyu Andramedada.
Yox, indi mən sana bir söz deyim də, bu bizim qohum əqrəbə oğul, bu Andromeda nəsil olanlar gedəcəklər. Bax, bizim özdə nəsil kök bilirsən ki, bunlar maşını pis sürürlər də, gedib orada hadisə zad eləyərlər, avariya zad eləyərlər, o nətər olacaq? Hə də, biz gəlin gətirdiyə gedəndə uzaq yolda düşürük, çalıb oxuyuruq, oynayırıq və bunlar nətər olacaq? Bu şeydir, bu maşın qabağını kim kəsəcək? Massılar kəsəcəklər. Bir dəqiqə dayanın, toy nədir? Məndə belə bir məlumat yoxdur. Səndə toyla bağlı məlumat yoxdur. Qızım, onda səndə heç nə yoxdur. Bu toy haqqında nətər məlumat yoxdur? Mən illərlə cəmaatın toyuna gedirəm, 50 manatlıq yeyirəm, 30 manat pul yazdırıram. Bu boyda pullar xərcləmişəm. İndi mən bu pulları qayıdıb yığmayım. Hə də, ay qızım, biz səni evləndirəndə qız üçün qırqızıl alacağıq da inşallah. Və bu qırqızılı qohum əqrəba görməsin. Adama nə deyərlər, bir abır olarıq. Nə deyirlər adama? Nə deyərlər? Mən bu haqda maraqlandım, araşdırdım. Sizdə çox gözəl adətlər var imiş. Toy çox yaxşı bir şeydir. Qəşəng. Sizin toylarda nədənsə bəylə gəlindən çox insanlar xoşbəxt olur, qonaqlar xoşbəxt olur. Bir də cehiz deyilən bir şey var sizdə. Siz insanlara özünüzü yaxşı göstərmək üçün, yaxşı cehiz verdim qızıma demək üçün gedirsiniz kreditə girirsiniz, gedirsiniz borcu alırsınız. Tək hamı desin ki, gördün nə qəşəng cehiz verdi. Hələ mən sizin toy menülarınıza da baxdım. 5 çeşit yemək var. Siz onlar necə yeyirsiniz? Sən 30 manatlığa baxmısan, sonra hələ 120 manatlıq, 150 manatlıq. 5 nə də, 20-30'dan yemək olur. Aşı yeyirsən, üstündən marojnu, üstündən çay. Sonra da bayaq gələn səslərdən gəlir. Mən yaşları da araşdırdım. Sizdə esandan keçib yemək içməyə. Mən belə düşünürəm ki, 1-2 ilə sizin yaşlarınız toyları keçəcək. Hocam, ananas zot da verir. Qızım, o kənardan baxanda elə görünür. Bir də ki, şükür Allaha, biz heç kimdən dala qala bilmərik. Başa düşdün? Mən sənə bir söz deyim. Deyirsən bizimki tutmayacaq, mənim balam. Sən mənim balamdan əl çəkdən, nə olar, çıx get. Tofiq? Mən belə görürəm ki, bizdə alınmayacaq. Mən gedirəm. Biz əməlli ayrı dünyaların insanlarıyıq. Kosmos balacadır. Bəlkə bir gün rastlaşarıq. Mən səni unutmayacağam, Andromeda gözəli. Mən də səni unutmayacağam, dünyalı. Mən getməliyəm. Dayan. Bu mahnıya qulaq asarsan, həmişə məni xatırlayarsan, bax. Necə idi, xoşunuza gəldi səhnəci? Deməli, bugünün sonuncu səhnəciyini izləyəcəksiniz. Bu səhnəciyimizdə gördüyünüz kimi ofisdir, bəli. Burada nədir deməli məsələ? Bu ofis həyatında, iş həyatında olan bir, deyək ki, bu qarma-qarışıqlığın içində ən vacib məqamlardan biri nədir? İş həyatında, maaş. Burada da bu səhnəcidə də maaş artımından bağlı bir şeydir. İş həyatında işçilərin çox yüklənməsi və öz maaşlarını tələb edirlər ki, artsın. Bəli, bununla bağlı. Yox, alırlar, amma az alırlar, belə deyək. Alqışlarınızla bu səhnəciyə keçid almaq istəyirəm. Gürültülü bir alqışlar. Gəlin görüm, gəlin görüm. Qapının ağzında bir yaxdan nəyi gözlürsünüz? Gərək mən gəlim ofisə sonra girəsiniz içəri. Hə. Sırtıq da hə deyir. Sırtıq sənsən, açar səndədir. Sən gəlməsən necə keçəcəklər? Məndə olmalıdır da, müdürün köməkçisi mənəm, açar məndə olmalıdır. Sən daha çox müdürün xəbərçisisən. Sənin açarı kimdədir özdə? Onun açara ehtiyacı yoxdur, o sarvat olub. Ağzıma gələn danışmaz. Sabahınız xeyir. Necəsən həyatım? Yaxşıyam, sən necəsən həyatım? Yaxşıyam həyatım. Mutuz bu nə vid fasondur, sən hələ evdəsən. İşdəyəm mən. Necə işdəsən, hamam xalatındasan axı. Yaxşı, ala. Gəldim işə. 2 dəqiqə gecikmisən Murtuz. Ayda. Raskod olmasın deyə evə getmirəm. Bütün gün işdə yatıram, yenə gecikirəm. Mən müdürə şikayət eləyəcəm. Otur aşağı hələ, otur yerivə. Bu haki vəzifələri açıqlayıram.
Deməli, mənə qulaq asın diqqətlə. Murtuz, sənin HR vəzifən qalır, eyni zamanda da müdürün bağına gedib ağaçları sulayacaqsın. Keçən dəfə getdim də müdürün həyətinə. O başqa iş idi. Onda maşının yuyurdun, indi ağaçların sulayacaqsan. Nə deyilir onu da elə. Gülər xanım, siz də bundan sonra ofis meneceri olmaqla bərabər həm də şirkətimizdə operator olacaqsınız. Zənglərə cavab verəcəm. Xeyr, qətiyyən. Müdürün oğlunun sünnət toyu var. Bilirsiniz də, gedib onu kamerayla çəkəcəksiniz. Takraz Murtuzla toyunuz gəlib qabaqdan. Öz toyunuzu özünüz lent alarsınız. Yaxşı, Sabrina xanım. Sizin də IT vəzifəniz qalır. Eyni zamanda şirkətimizin parkovşik olacaqsınız. Şirkətimizin parkovşiki? Bəli. Müdürdən başqa maşını olan yoxdur. Mən kimə parkovşik eləyəcəm? Neyniyim, zalim oğlu o parkovkada olan rezinləri kəsmişik, yerə xəttlər çəkmişik, yerə nömrəsinə qədər yazmışıq, yenə də boş parkovkada maşını saxlaya bilmir, yer tapa bilmir. Bir dəqiqə dayan. Hər dəfə belə vəzifələri verirsiniz, amma maaşı falan artırmırsınız da, yəni ki. Nə olacaq bu işin axırı? Bəli, düz deyil. Bizim maaşımız niyə artmır? Niyə artmır? Mən etiraz edirəm. Mən hələ bankomatda pul çəkəndə indiyə qədər pullar hesablanır cümləsini axıra qədər oxuya bilməmişəm. Niyə? Niyə mən hər dəfə digər insanlar kimi bankomatdan pul çəkəndə tık 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 səsini eşitməmişəm? Mənim maaşım o qədər azdır ki, ancaq tık səsini eşidə bilirəm mən. Düzdür. Hələ mən. Maaşım o qədər azdır ki, o gün kaşlokumu uğurladılar. Heç arxasınca getmədim ki, içi boşdur. Neyinirəm onu? Mənim maaşım o qədər azdır ki, evə ət kimi girən yeganə adam mənəm. Ət üzrə həsrətik. Evdə ət mənəm. Etiraz edirsiniz, müdürə hamısını deyəcəm. Mənim maaşım azdır, mən etiraz edirəm. Əgər mənim maaşım artmasa, çıxıb gezəm dədəmin xarabasına. Dədəvin üzünə nə tər baxasan, 6-cı ayın işçisi olmusan. Buna zarafatdır. Mənlə zarafat eləmə. Eşitsən məni? Baxarıq. Biz etiraz edirik, düzdür? Bəli. Düzdür. Bizim maaşımız artmalıdır, düzdür? Düzdür. Biz istəyirik ki, biz nə istəyirik? Abed eləyək. Abed eləmək istəyirik. Düzdür. Düzdür. Gedək abed eləyək sonra. Getdik abed eləməyə. Çayla içmək nəsə var? Hə, qəşəng pirənik bişirmişəm burada. Həyatım. Doşa balmısan, bal çıxıb. Gəl. Şeydə elədim, o kopya aparatı var. Orada belə qoydum, qızardı. Maharəti dedi, gəl. Yaxşı elə. Hani işçilər? Hani işçilər? Müəllim əsəbləşməyin yeməyə gediblər. Deməmişəm mənim şirkətimdə yeyint olmasın. Müəllim elə yeməyə yox, həqiqətən abed eləməyə gediblər, abed mənasında. Abed ola, saat neçədir ki, bunlar indidən abedə gediblər? 12. 12? Bəli. Onda han 12 xəbərləri? Baş üstə, bu dəqiqə hazır verirəm müəllim. Saat 12 xəbərləri ilə qarşınızdayıq. Günün xəbər başlıqları. İşçilər yenə işə gecikdi. Murtuz hələ də ofisdə yatır. İşçilər maaş artımı tələb edəcəklər. Elə bu? Bəli. Nə danışsan, hə sən? İndi isə təfərrüatı ilə işə gecikmələr bitmir ki, bitmir. Alınan qeydlərə görə bütün işçilər iş saatından gec ofisdə olublar. Digər xəbərimiz HR-ımızla bağlıdır. Murtuz yenə də ofisdə xalatda tutuldu. Altdan kostyum geyinməsi isə görənlərin təəccübünə səbəb oldu. İndi isə günün əsas xəbəri. İşçilər maaş artımına görə etiraz eləməyə hazırlaşır. Bunun qarşısını almaq üçün bir tədbir görülməsə, hadisələr böyüyə bilər. Bu saata olan şirkət xəbərləri bu qədər. Növbəti xəbər başlıqlarında görüşənədək. Bu qədər müəllim. Sağ halal olsun. Sən bu xəbərçilikdə yaman peşəkar olubsan. Böyüdübsən, işi böyüdübsən. Sağ olun müəllim. Belə xəbərçilik kimi çıxmasın. Şirkətdə hamı mənim kimi məsuliyyətlə iş görsə, bizim heç bir problemimiz olmaz. Deməli, işçilər maaş artımı istəyir. Bəli. Onda təcili olaraq keçirik H variantına. H variantına? Hə, H variantına. A, B, C, D bunlar olmadı axı. Yo, promoy H variantına. H variantı nədir ki? Hayasızlıq. İndi onlara bir hayasızlıq göstərdim ki. Sən ev yoxdur, sən onları bir-bir çağır mənim yanıma qoy gəlsinlər. Mən özüm biləm onlarla nətər danışacam. Birinci Murtuzu çağırarsan. Baş üstə. Yaxşı mı? Murtuz! Murtuz!
Hay can mənim ailəmi dağıdanım. Hay can məni küçələrdən yığıb adam eləyənim. Hay can mənim balalarımın haqqına girənim. Hay can mənim ailə fasonum. Hay can mənim evə girəndə telefonu ağzı üstə qoyma səbəbim. Hay can mənim ailəsinin yanına gedəndə yol üstü dəyənim. Az çox uzatma sözünü de. Mişka, Hay mən can. indi salondayam. Qərar verə bilmirəm. Hansı maşını alım? Az salon al. Ürəyin hansı maşını istəyib bir salondan al. Axırda özün seçdə hansını bu xırda söhbətlər niyə edirsən məndən? Mişka, keçən dəfə də mağazada paltar seçə bilmirdim. Dedin mol al. Çox bədxərc səni. Az pulum var dağıdıramdan, xəşliyidamdan, balamın boğazından kəsib yedizdirdamdan sağ. Mənim Mişkam. Haydi. Mişka, Haydi. bəs sən mənə yeni ildə Şaxta baba söz vermişdin ha? Yaxşı, yaxşı ona bir variant fikirləşərəm də, qoy görüm, yaxşı. Yaxşı, ad boy ver, ad boy ver. Salam əleykum. Salam, salam, salam. Mən sizə bir söz demək istəyirəm. Elə yaxşı gəldin, mən də sənə bir söz demək istəyirəm. Hə, nə demək istəyirsiniz ki? Birinci səndir. Birinci səndir. Birinci səndir. Səndir. Hə, yaxşı, gizləmə. Hə, yaxşı. Açığı mən nə qədər vaxt fikirləşirəm ki, Mutus, sənin maaşını qaldırım. Doğrudan? Hə, amma mən sənin maaşını qaldırıb səni zibilə salmaq istəmirəm. Mən zibilə niyə salsın ki, maaşımı qaldırsaz, əla olarım. Mənim nə qədər kredi var, 40-yə qədər borclayım, ofisdə yaşayıram, nə olar? Mən maaşımı artırım, mən xoşbəxt olum. Bilirsən bu borclar niyə 40-yə qədər yığılıb? Hamısı sənin o sevgilin Gülərə görədir. Gülərə görə niyə? Bax, səndən qızıl istəyir, üzük istəyir, pul istəyir, nə bilim onu istəyir, bunu istəyir. İstəyir? İstəyir. Ay sağ ol, hamısı ona görədir də. Adden ev istəyir? İstəyir. Ay sağ ol, hamısı ona görə. Başqa nəsə istəyir? Belə arada deyir ki, belim masaj ilə. Gəl, şəxsi söhbətləri burada eləməyək, Mutus. Yox, çox istir dediniz, o dayanamadım. Mən o... Açığı mən bax sənə bir dənə söz deyim. Sən təsəvvür elə ki, sən bu maaşı ala-ala o səndən bunlar istəyir. Gör mən sənin maaşını artırsam o səndən nələr istəyəcək. Başa düşürsən? Ona görə də mən sənin maaşını qaldırıb səni zibilə salmaq istəmirəm. Düz deyirsiniz. Amma bir dənə məsələ var. İndi siz məni zibilə salsaz, yaxşı belə deyim, siz mənim maaşımı artırsaz, onda elə çıxır ki, mənim maaşım çox olanda Gülər məndən daha çox şey istəyəcək. Bəli, Gülər səndən daha çox şey istəyəcək. Onda görə mən maaşımı artırım. Bax, mən sənə bir dənə söz deyim. Eşitsənmi mənim Mutus? Eşidirəm. Mən istəmirəm də. Bax, o Gülər bax sənin qədrini bilmir. Sən bu qədər az maaş alırsan, o səndən bu qədər şey istəyir. Gör mən sənin maaşını çoxaltsam, o səndən nə istəyəcək? Düzdür. Ona görə də mən istəmirəm də, qardaş. Mən istəmirəm ki, bax, sənə belə bir əziyyət verəm. Səni yem olaraq atam Gülərin qabağına. Səni Gülər şeyləsin, desin ki, mən bunu yeyim, pulunu dağıdım. Ona görə də lazım deyil də, başa düşürsən? Nə yaxşı mənə fikirləşdirsən. Mən hamısını sənin fikirləşdiyim üçün eləyirəm. Heç olmasa bir çıqqan artırsaz olmaz. Elə xırdamında. Bir sən maaşı artırmaq elə də problem deyil. Bunun hamısı mənim əlimdədir. Bir dənə bu ruskanı götürürəm, bir dənə bu ruskanı götürürəm, belə bir dənə qol çəkirəm, onunla da məsələ düzəlir. Sən ruskanı götürün elindən. Yox, eləsəm sən zibilə düşürsən. Hə, yox, düzdür. Eləsəm sən zibilə düşürsən də. Ona görə də mənim... Ayda bir dəfə elə telefonuma kontur vursanız, maaş artımı. Bax, bir sənətədir, telefona kontur vursam elə gecə-gündüz ancaq Gülərlə danışacaqsan, o sənə imkan verməyəcək ki, sən nəsə başqa bir iş görəsən, artırasan, özün də bütün günü burada ofisdə qalan adamsan, sən başa düşdün. Ona görə də bax belə şeydir. Yoxdur, sən 1-2 ay bu maaşla dolan, sən narahat olma. Mən bir şey fikirləşərəm o barədə, yaxşımı? Yaxşı. İndi gedə bilərsən, Mutus. Gedə bilərsən. Hə, gedə bilərsən. Düz deyirsiniz, mən maaşımı artıb, mən bədbəxt eləmirəm. Hə, sənin maaşı artıb, sən bədbəxt. Bir dənə çön mən tərəfə, bir dənə gül. Yox. Qoca kişi kimi gül. Aynı 31 boşsan. 31-i, hə, boşam. Ay sağ ol. Aynı 31-ə heç bir iş götürmə. Çox vacib bir dənə tədbir var, səni ora göndərəcəm. Getdin.
Ay mənim balamın rusunu dağıdalım. Şaxta baba məsələsini həll elədim. Salam Müdür. Salam Gülə, salam. Mən maaş artımı ilə bağlı sizlə danışmaq istəyirdim. Elə sən danışmalısan da maaş artımından bağlı məndən. Çünki bu şirkətdə səndən başqa maaş artımını istəməyə layiq adam yoxdur Gülər. Doğrudan? Əlbəttə ki. Onda artırırsınız da maaşımı. Mən də hamı kimi gedib bankomatdan pul çəkəndə tok 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 deyə pul çıxarda biləcəm axırda. Yox. Sən hələlik bir tıkla yola ver. Niyə ki? Bax, açığı mən sana nə yalan deyim Gülə. Sən özün bilirsən ki, mən bir işçi kimi sənin nətər çox istəyirəm. Amma mən sənin maaşını qaldırsam, gərək Sabrinanın da maaşını qaldıram. Qaldırın da, nə var ki, laf yaxşı. Qaldıra bilmirəm də. Sən özün bilirsən ki, mən Sabrinanın maaşını qaldıranda, o aparır pulu ancaq estetika verir. Ancaq plastik əməliyyata verir. Onun dodağı görmürsən maaş artada nə qədər şir o bir gün patlayacaq. Ona görə də mən onun maaşını qaldıra bilmərəm. Bunun hər yeri estetikdir, gözü estetik. Burnu estetik, çənəsi estetik, saçı qaynaq, dırnağı qaynaq, gözü qaynaq, özü də qaymaq deyil, qaymaq deyil. Müdür, nə danışırsınız? Hə, burada biraz gizlədim. Amma olmur da, olmur. Başa düşürsən, olmur. Sən özün bilirsən ki, o qoca adamdır, qoca qadındır. Olmaz onun hisslərindən oynamaq. Kim, Sabrina? Hə. Neçə yaşı var ki onun? Sən bilmirsən Sabrina neçə yaşı var? Neçə yaşı var? 71. Nə? Hə. O Sabrina 71 yaşı var. O vaxt Dünya müharibəsində atın üstündə məktubu o tərəfə apardı, bu tərəfə apardı. Adam tapanmırdı məktubu versin. O elə adamdır. O özü sifətini datdırıb bilsən nə günə qoyub. Eşidirsən bir dənə. Sifətini datdırıb pis günə qoyub özünü. O qədər datdırdı ki sifətini. Deməli sifətini buradan datdılar, buradan steplerlə vurdular. Mən onun maaşını qaldırdım. Sevincindən nətər sevindisə stepler açıldı, töküldü yerə. Sabrinanı yığanmırdım yerlərdən. Hələ bir iki dənə artıq nəsə çıxıb heç bilmirəm o nədir. Ona görə də mən sənin maaşını qaldırsam, gərək onun maaşını da qaldıram. Şeydə bir dənə çək belə. Ona görə də məni bağışla da Gülər. Sən özün bilirsən ki, mən səni çox istəyirəm, amma maaşını qaldıra bilmərəm. Bəs indi mən neyniyəcəm? Bir-iki ayda döz. Bir-iki aydan sonra sənin maaşını qaldıracağım, ürəyin nə istəyir edərsən. Bunu özün də indi gedəndə eşitsənmi? Get mətbəxi zadı təmizlə, ondan sonra gəlib baxacağım mətbəxə. Get. Gedirəm. Get. Dayan. Bu qaldı. Təmizlə gəlib baxacağım. Təmizliyim, gedirəm. Get. Maaş artırmırsınız da? Yox, bir-iki aydan sonra baxarıq ona, get. Mama, sənin xadimə məsələvi də həll elədim. Kim var orada başqa? Mən tələb eləyirəm ki, mənim maaşım təcili sürətdə artsın. Elə eləməyin ki, bu şirkətin bütün sistemini çöktürüm. Düz deyirsən. Amma məni bağışla. Açığı mən sənin maaşını qaldıra bilmərəm. Niyə? Çünki mən zivildəyəm. Nə zivil? Mən sənin maaşını qaldırsam, o Murtuz var ha, sənin sevgilin. Mənim də öyle, o qarışdırma. O Gülər sevgilisiydi. Qalxın ərini niyə sürüyorsan? Bu mənim səhvim olsun, yoxdur. Bu mənim səhvim olsun, qarışdırdım. O var ha, o bilirsən də bütün günü burada şirkətdə, ofisdə qalır. O ofisdə qalır deyə məni zibilə salır da. Mən o qədər kommunal pulları ödəyirəm deyə, mənim nəyim var, nəyim yox, hamısı gedir kommunala. Ona görə də atıra bilmirəm də mən sənin maaşını da. İndi mən Murtuza görə maaşım qalxmır. Hə, sənin Murtuza deyirəm ki, bax burada qalırsan, heç olmasa ancaq və ancaq yatdığın yerin işığını yandır da. Deyir ki, yox, mən qorxuram. Başa düşdün? Ona görə də mən ayda bir 5 qat, 6 qat artıq pul ödəyirəm. Onu da eləyəmirəm də, bacarmıram, çatdıra bilmirəm, heç birinizin maaşını qaldıra bilmirəm. Mən başa düşün də bir. Yox, mən başa düşmürəm. Mənim necə eləyirsən elə maaşımı qaldır. Sənin maaşını şey eləyəcəm bir dənə. Bunu şey eləyəcəm bir dənə. Sənin maaşını olacaq da, olacaq. 1-2 ay belə bir dənə səbir elə, 1-2 ay belə səbir elə. Ondan sonra narahat olma. Mən sənin bunu... Mən sənin maaşını qaldıracağım. Sənin maaşını qaldırmayıb kimin maaşını qaldırasıyam ki? Mən sənin maaşını qaldırmalıyam da. Mən sənin maaşını qaldırmalıyam. Ona görə də 1-2 ay səbir elə, sən narahat olma. Mən bir kəs səbir eləyə bilmərəm.
Səbr elə. Gedim sonra gəlib. Get sonra gələrsən. Yaxşı. Bir iki ay da səbr elə. Yaxşı. Get. Çox yaxşı Mara. Get. Get. Advat, eşitsən, uşağımızın sünət toyuna klon məsələsini həll elədim. Sən narahat olma, onu da həll eləmişəm. Bu nə bit fasondur? Bilmirəm. Müəllimlə söhbət edəndə və baxdım beləyəm. Nə oldu? Maaşımızı qaldıra bilmədiniz? Yaxı, nə edirəm maaş artsın. Rasxodlarım çoxalar. Tanış bildiyin həkim yoxdur. Necə? Belinə mil taxdıraq, əyilməsin. Nə? Belim sənə görə əyilir də. O qədər estetik elətdirdiyinə get qulaq həkimində qulağını uyduzdur da, sözə deyəmədim. Sən mənim qulağımı fikirləşmə, qulağımın dərdini çəkmə. Sən get, bu ərin var, ha belinə mil taxdırırsan, nə qayırırsan. Ofisdə yatır, sən büyük sabah evlənəsən, bununla evlənəsən. Sən cihizlərini ofisə yığassan, Toyun da baxma, icras salında eləyərsən. Nə deyirsən az qoca kaftar? Nə deyirsən qoca kaftar? Az qoca kaftar sən bu sıçan ərindir. Nə bilmirəm, sən Murtuza deyirsən. Deməli mən sana görə maaşımı alamıram, elə mi? Sən burada Sən öləsən, sən burada bir dənə cırma ataram. Elə mən ona görə ala bilmirəm, nə var? Kimə görə ala bilmirsən? Aləmdən. Şpapyokda. O qədər estetik elə. Yaxşı eləmişəm. Sən pulunla Sən görə maaşımı alamıram. Ay qardaş, sən buna görə ay bacılar, ay insanlar, ay sənə görə mən maaşımı artırırlar. Sən məni bezdirmirsən. Hamısı buna görə Sənə görə Əziz işçilər, mənim əzizlərim, Bəli. nəyin üstündə qırırsınız bir-birinizi? Eləməyin. Həyatda bugün sabah ölüb gedəcəyik. Ehtiyac yoxdur bu xırda məsələlərin üstündə bir-birinizi qırmağa. Nə olub ki, nəyi bölüşdürə bilmirsiniz? Yaxşı, sakitləşin. Ehtiyac yoxdur bu iş məsələsinin üstündə bir-birinizi qırmağa. Nə ehtiyac var? Mən sizin təzə vəzifələrinizi açıqlayıram. Ayın 31 günü heç bir vacib tədbir salmısan, çünki səni çox önəmli bir yerə göndərəcəm. Yaxşımı? Hara? Göndərəcəm də bir vacib tədbir var, ora göndərəcəm. 31 nə ola bilər görəsən? Deməli, sənin əlavə işin olaraq səni bir yerə xadimə olaraq göndərəcəm, sən də orayla məşğul olacaqsan. Xadimə? Bildin, səni orada göndərəcəm. Səni də oğlumun kiçik toyuna klon olaraq dəvət eləyirəm. Yaxşı ki, kirvə olaraq çağırmadı məni. Bəli, klon olaraq səni dəvət edirəm. Nəsə mənə deyiləcək başqa vacib sözünüz varsa deyin. Yoxsa gedə bilərsiniz. Sən çox yaxşı müdürsən. Ədalətli müdürsən. Hər şey üçün çox sağ ol. Səndən çox razıyıq. Sağ ol. Hamısı sənə görə. Sənə görə də hamısı. 61 yaşım var. Üzün əyilib. Gördün nə hayasızlığımı? Bəli, Gördün nə tər elədim? bəli. Görsən belə eləmək lazım. Gör indi bir də maaş artımı istəyəcəklər. Yoxsa yox. Əjdahasız müdür. Sağ ol. Ayın 31 nəsə işin var. Sən o işi vatmen elə. Ayın 31 mənə qar qızı lazımdır. Ayın 31 səni çox vacib bir yerə çağıracağım. Gələrsən ora. Yaxşı müdür. Ay mən ruzumu dağıdanım, tapdım qar qızı da. Gedək. Alqışlarla aktyor və yaradıcı heyəti səhnəyə dəvət edirik. Deməli, əziz dostlar, bugünkü tamaşamız tez qutardı. Onda təzdən başlayırıq, əziz dostlar. Sən zarafat elə verilişinin bugünkü buraxılışı sona çatdı. Necə idi dostlar?
Gecəniz xeyrə qalsın. Sən zarafat elə. İllər ötsə də yaşlansan da çalış ruhun cavan olsun. Həyatda sıfırdan başlasan da qoyma keyfin yaman olsun. Dərdi qəmi at elə, arada zarafat elə, kədərini mat elə, sən zarafat elə. Hər adamın yaşına görə sən zarafat elə. Hər yerdə başına görə sən zarafat elə. Hər adamın yaşına görə sən zarafat elə. Hər yerdə başına görə sən zarafat elə. Sən zarafat elə.